Salam. Bugün sizinlə Azərbaycanın Ailə Məcəlləsinin bəzi, belə deyək, əsas məqamlarına toxunacağıq. Salam. Bəli, bu məcəllə, bilirsiniz, ailə həyatımızın hüquqi çərçivəsini müəyyən edir. Düzdür. Yəni nikahın bağlanmasından tutmuş, uşaq hüquqlarına, əmlak bölgüsünə qədər hər şey var. Tamamilə. Gəlin elə əsas prinsiplərdən başlayaq. Çox vacib bir sənəddir. Əsasən iki böyük mövzuya fokuslanacağıq. Ailədəki maliyyə öhdəlikləri, yəni o bildiyimiz aliment məsələləri Hə, aliment. və bir də valideyn himayəsi olmayan uşaqların taleyi, xüsusilə də övladlığa götürmə prosesi. Tamamilə doğru. Bu məcəllə əslində çoxumuzun həyatına toxunan məqamları tənzimləyir. Məcəllədə nə deyilir? Əsas odur ki, nikah könüllü olsun. Hə, könüllülük vacibdir və ər-arvad bərabər hüquqlu olmalıdır. Bəli, bərabərlik. Və ailədaxili məsələlər də qarşılıqlı razılıqla həll olunmalıdır. Ən əsası da uşaqların maraqları üstün tutulur. Bunu vurğulamaq lazımdır. Uşaqların mənafeyi hər şeydən öncə gəlir. Bir də onu da qeyd edək ki, dövlət yalnız rəsmi qeydiyyatdan keçən nikahı tanıyır. Dini kəbinin, yəni hüquqi qüvvəsi yoxdur. Aydındır. Yaxşı, onda gəlin birbaşa keçək nikahın şərtlərinə. Yaş həddi necədir Azərbaycanda? Nikah yaşı 18-dir. Bu əsas qaydadır. Amma deyəsən istisnalar var. Var, bəli. Əgər üzürlü səbəblər varsa, məsələn hamiləlik kimi, yerli icra hakimiyyəti orqanı, yəni rayon administrasiyası bu yaşı bir ilədək azalda bilər. Başqa nə lazımdır nikah üçün? Yəqin ki, tərəflərin razılığı. Əlbəttə, yazılı razılıq şərtdir və dediyimiz kimi nikah yaşına çatmaq. Amma bir də çox vacib bir tələb var indi. Hansı tələb? Mütləq qaydada tibbi müayinədən keçmək. Hər iki tərəf keçməlidir. Hə, bu məcburi tibbi müayinə məsələsi. Bunun məqsədi nədir əslində? Baxın, məqsəd odur ki, gələcək ailənin sağlamlığı qorunsun və tərəflər də bir-birinin sağlamlıq durumu haqqında, belə deyək, məlumatlı olsunlar. Yaxşı, bəs nəticələr açıqlanır mı? Yox, nəticələr tam məxfidir. Amma müayinədən keçdiyini təsdiq edən arayış təqdim olunmalıdır. Bu arayış olmadan nikah bağlanmır. Deməli, müayinə faktı vacibdir, nəticə yox. Bəs kimlər evlənə bilməz? Məhdudiyyətlər var. Bəli, var. Qanunvericilikdə, yəni məcəllədə dəqiq göstərilib. Birincisi, yaxın qohumlar. Kimlər sayılır yaxın qohum? Valideynlər və övladlar, nənə-baba ilə nəvələr, doğma və ökey bacı qardaşlar. Bunlar arasında nikah qadağandır. Övladlığa götürənlərlə götürülənlər də həmçinin. Bəs əm uşaqları, xala oğlu, xala qızı? Bax, bu çox maraqlı bir dəyişiklikdir. İndiyə qədər icazə var idi, amma 2025-ci il iyulun 1-dən etibarən əmi uşaqları, dayı uşaqları, xala və bibi uşaqları arasında da nikah bağlanmayacaq. Doğrudan, bu ciddi yenilikdir. Başqa kimlər evlənə bilməz? Başqası ilə rəsmi nikahda olan şəxs, təbii ki. Sonra bayaq dediyimiz o məcburi tibbi müayinədən keçməyən şəxs. Hə, arayışı olmayan. Bəli. Və bir də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. Yəni, psixi sağlamlığı ilə bağlı öz hərəkətlərini tam idarə edə bilməyən insanlar. Aydındır. Bəs əgər ailə həyatı alınmırsa, boşanma prosesi necə gedir? İki əsas yol var, belə deyək. Əgər ortada yetkinlik yaşına çatmayan uşaq yoxdursa və hər iki tərəf də boşanmaq istəyirsə. Yəni, qarşılıqlı razılıq varsa. Bəli, qarşılıqlı razılıq varsa, proses asandır. Asan xidmət mərkəzlərində və ya qeydiyyat şöbələrində nikah pozula bilər. Ərizə verirlər, bir aydan sonra rəsmiləşir. Bəs başqa hallar, məsələn, tərəflərdən biri yoxa çıxıbsa? Belə xüsusi hallar da var. Əgər tərəflərdən biri məhkəmə tərəfindən itkin düşmüş, yəni xəbərsiz itkin düşmüş, elan edilibsə, ya fəaliyyət qabiliyyətsiz sayılıbsa, ya da 3 ildən çox həbsdədirsə. 3 ildən çox? Bəli, 3 ildən artıq müddəti azadlıqdan məhrum edilibsə, onda digər tərəf tək başına yenə həmin qaydada, yəni qeydiyyat orqanına müraciət edib boşana bilər. Uşağın olub-olmamasından asılı olmayaraq. Yaşı, bəs ən çətin hallar, yəni ortada uşaqlar varsa və ya tərəflərdən biri deyək ki, boşanmaq istəmirsə? Bax, o zaman işlər ancaq məhkəmə vasitəsilə həll olunur. Başqa yolu yoxdur. Məhkəmə nə edir? Dərhal boşayır? Həmişə yox. Məhkəmə, bilirsiniz, ailəni qorumağa çalışır ilk növbədə. Ona görə tərəflərə barışmaq üçün vaxt verə bilər. 3 aya qədər möhlət.
Barışıq üçün 3 ay. Bəs barışmasalar? Barışmasalar məhkəmə nikahı pozur. Amma təkcə boşanma ilə iş bitmir axı. Uşaqlar kiminlə qalacaq? Aliment necə ödəniləcək? Birgə qazanılmış əmlak necə bölünəcək? Bütün bu məsələləri də məhkəmə həll edir. Əgər tərəflər öz aralarında razılığa gələ bilməsələr, bəli, hamısını məhkəmə həll edir. Bu əlbəttə çox vaxt uzun və, necə deyim, emosional baxımdan ağır proses olur. Təsəvvür edirəm. Əmlak bölgüsü dediniz. Bu, yəqin ən mübahisəli yerlərdən biridir. Qanun nə deyir bu barədə? Necə bölünür əmlak? Qanunun ümumi qaydası belədir. Nikah dövründə, yəni evli olarkən, əldə edilən hər şey, ev, maşın, bank hesabı, fərqi yoxdur kimin adına rəsmiləşdirilib. Hər ikisinin ortaq mülkiyyəti sayılır. Yəni, evin sənədi ancaq ərin adınadırsa, yenə də ortaqdır? Bəli, tamamilə. Qanun buna birgə mülkiyyət deyir və çox vacib bir məqam da var. İşləməyib, ev işləri ilə məşğul olan və ya uşağa baxan tərəfdə, yəni arvad və ya ər. Fərqi yoxdur kim? Bəli, fərqi yoxdur. O da həmin əmlak üzərində digər tərəflə tam bərabər hüquqa malikdir. Bu, çox ədalətli yanaşmadır əslində. Ailəyə verilən əməyin dəyərləndirilməsidir. Bəs bölgü zamanı həmişə yarı-yarı bölünür, 50-50? Adətən, qayda budur, paylar bərabərdir. Amma məhkəmə bu qaydadan kənara çıxa bilər. Məsələn, əgər uşaqlar bir valideynlə qalırsa, məhkəmə onların marağını nəzərə alıb o tərəfə daha böyük pay ayıra bilər. Və ya tərəflərdən birinin sağlamlığı, ehtiyacları nəzərə alına bilər. Deməli, vəziyyətə görə dəyişə bilir. Bəli. Onu da deyim ki, cütlülər istəsələr, evlənməzdən əvvəl və ya evli ikən nikah müqaviləsi bağlaya bilərlər. Nikah müqaviləsi, orada nə yazılır? Orada əmlak məsələlərini öz istədikləri kimi tənzimləyə bilərlər. Məsələn, razılaşa bilərlər ki, nikahda alınan hər şey ayrı-ayrı mülkiyyət olacaq ya da müəyyən paylarla bölünəcək. Bu, gələcəkdəki mübahisələrin qarşısını ala bilər. Maraqlıdır. Və gəldik ən həssas mövzuya, valideyn və uşaq hüquqları. Burada məcəllə nəyi önə çəkir? Əsas prinsip odur ki, valideynlər, yəni ata və ana, uşaqları qarşısında tamamilə bərabər hüquq və vəzifələrə malikdirlər. Fərq qoyulmur. Vəzifələri nədir əsasən? Əsas vəzifələri uşaqlarının sağlamlığına qulluq etmək, onların fiziki, əqli, mənəvi inkişafını təmin etmək, tərbiyə verməkdir. Bu, onların qanuni borcudur. Bəs uşağın öz hüquqları? Əlbəttə, uşağın da çox mühüm hüquqları var. Ailədə yaşamaq hüququ, valideyn qayğısı görmək, tərbiyə almaq, öz qohumları ilə, nənə-baba, xala-bibi, dayı-əmi ilə ünsiyyətdə olmaq hüququ. Bir də deyəsən uşağın öz fikrini bildirmək hüququ var. Bu necə tənzimlənir? Hə, bu çox vacibdir. Uşaq öz fikrini sərbəst ifadə edə bilər. Və ona aid olan hər hansı məsələ həll edilərkən, istər ailədə olsun, istər məhkəmədə, onun fikri mütləq nəzərə alınmalıdır. Yaş həddi var bunun üçün. Baxın, məcəllə deyir ki, 10 yaşına çatmış uşağın fikri, əgər onun öz maraqlarına zidd deyilsə, mütləq nəzərə alınmalıdır. Bu, artıq uşağa bir şəxsiyyət kimi yanaşmanın göstəricisidir. Çox humanist yanaşmadır. Təəssüf ki, elə hallar olur ki, valideynlər bu vəzifələrini yerinə yetirmir, hətta uşaqlara qarşı pis davranırlar. Belə hallarda qanun nə edir? Əgər valideyn öz vəzifələrindən qəsdən yayınırsa, uşaqlara qarşı zorakılıq edirsə, fiziki və ya psixi zorakılıq, ya da xroniki alkoqolizm, narkomaniya xəstəsidirsə. Çox ağır hallar. Bəli, çox ağır hallarda məhkəmə qərarı ilə həmin valideyn valideynlik hüququndan məhrum edilə bilər. Bu çox kəskin addımdır, amma uşağın həyatını, sağlamlığını, tərbiyəsini qorumaq üçün buna gedilir. Bu, yəqin ki, son çarədir. Bəli, son çarə. Bundan başqa, valideynlik hüquqlarının məhdudlaşdırılması deyilən bir tədbir də var. Bu, məhrum etmə qədər sərt deyil, amma yenə də uşağı qorumaq məqsədi daşıyır. Beləliklə, ümumiləşdirsək, ailə məcəlləsi həqiqətən də ailə münasibətlərinin demək olar ki, hər tərəfini əhatə edir. Fərdlərin hüquqlarını, könüllülüyü, bərabərliyi qorumaqla yanaşı. Bəli, eyni zamanda ailəni bir institut kimi və ən əsası uşaqların maraqlarını qorumağa çalışır. Çox şaxəli bir sənətdir. Tamamilə. Məcəllənin 75-ci maddəsi çox aydındır. Deyir ki, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamalıdır. Bu, baza prinsipidir də. Bəli,
Bəli, əsas budur. Və bunun qaydası ya valideynlərin öz arasında razılaşması ilə olur, ya da alınmırsa iş məhkəməyə gedir. Məhkəmə necə həll edir? Standart bir rəqəm var. Var. Maddə 76-da standart miqdarlar göstərilib. Bir uşaq üçün qazancın 1/4-i, 1/4, 2 uşaq üçün 3/1, 3 və daha çox uşaq üçünsə deməli qazancın yarısı. Amma yəqin ki, həyatda fərqli olur. əlbəttə, bu dəmir qayda deyil. Məhkəmə baxır tərəflərin maddi vəziyyətinə, ailə vəziyyətinə, başqa uşaqları var, yoxdur, sağlamlıq durumu necədir. Yəni, bütün bunları nəzərə alıb, miqdarı azalda da bilər, artıra da. Hətta sabit pul məbləği də təyin edə bilir, elə deyilmi? Məsələn, qazancı qeyri-müntəzəm olanlar üçün. Düzdür. Maddə 78 bunu nəzərdə tutur. Əgər qazanc daimi deyilsə, ya ümumiyyətlə gəliri yoxdursa, amma başqa əmlakı varsa, o zaman konkret məbləğ kəsilə bilər. Çevik yanaşmadır yəni. Maraqlıdır. Bəs bu öhdəlik ancaq valideyn-uşaq xətti ilə gedir, yoxsa başqa qohumların da məsuliyyəti var? Yox, təkcə o deyil. Məsələn, maddə 82 var. Əmək qabiliyyətli, yəni işləyə bilən, yetkin övladlar da, əgər valideynləri ehtiyac içindədirsə və işləyə bilmirsə, onlara maddi dəstək olmalıdırlar. Bu da var deməli. Hə. Sonra ər-arvad arasında da müəyyən hallarda aliment öhdəliyi yarana bilir, hətta boşandıqdan sonra da. Məsələn, hamiləlik dövründə, uşağa baxdığı müddətdə ya da əlilliyi varsa. Hətta bacı-qardaş, nənə-baba məsələsi də var deyəsəm, maddə 88-89. Bəli. Yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan ehtiyacı olan bacı-qardaşa, əgər valideynləri yoxdursa və ya onlardan yardım ala bilmirsə, o zaman işləyən bacı-qardaşları kömək etməlidir. Eyni məntiq nənə-baba və nəvələrə də aiddir. Ailə bağı geniş anlayışdır. Doğrudan da genişdir. Bəs ödənişlərin icrası, sözdə qalmaması üçün nə tədbirlər var? Əgər saziş varsa, o mütləq notarial təsdiq olunmalıdır. O zaman artıq rəsmi sənəd olur, icra sənədi qüvvəsində. Həm məhkəmə qərarı, həm də bu saziş əsasında alimenti ödəyənin iş yerinə göndərilir və onlar birbaşa maaşdan tuturlar. Yəni sistemi var, bəs ödəməsə, gecikdirsə? Onda dəbbə pulu hesablanır. Maddə 108. Hər gecikdirilən gün üçün müəyyən faizlə cərimə gəlir üstünə. Aydındır, bu maliyyə tərəfi. İndi keçək o biri həssas məsələyə. Valideyn himayəsindən məhrum olmuş uşaqlar. Dövlət onların taliyi ilə bağlı nə deyir? Məcəllə çox aydın şəkildə deyir ki, bu uşaqların hüquqlarını qorumaq və onların yerləşdirilməsini təmin etmək dövlətin borcudur. Proses də var. Əvvəlcə uşağın vəziyyəti qiymətləndirilir, mümkünsə öz ailəsinə qaytarmaq əsas prioritetdir. Yəni birinci cəhd ailəyə qayıtmaqdır. Bəli. Əgər bu mümkün deyilsə, onda başqa yollar axtarılır. Qəyyumluq, himayədar ailəyə vermə, övladlığa vermə. Ən son halda yəqin ki, uşaq evləri. Bəli, ən son variant ixtisaslaşmış müəssisələrdir. Amma çalışılır ki, uşaq ailə mühitində böyüsün. Övladlığa götürmə. Bu yəqin ən çox diqqət tələb edən prosesdir. Məcəllədə çoxlu şərtlər sadalanır. Kimlər övladlığa götürə bilməz? Maddə 120 bunu dəqiq sadalayır. Məsələn, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılan şəxslər, valideynlik hüququndan məhrum edilənlər, ya da əvvəllər övladlığa götürüb, amma təqsiri üzündən ləğv edilibsə. Cinayət məsuliyyəti də var yəqin. Əlbəttə. Qəsdən ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkumluğu olanlar götürə bilməz. Bəzi xəstəlikləri olanlar da var siyahda. Hətta maddi durum da rol oynayır. Gəliri uşağı təmin etməyə imkan verməlidir. Yaş məsələsi də var. Nikahda olmayan şəxslə uşaq arasında ən az 18 yaş fərq olmalıdır. Düzdür. Maddə 121. Amma məncə, ən vacib və humanist məqam uşağın özünün fikridir. 10 yaşı varsa, onun razılığı mütləqdir. 7 yaşından isə fikri öyrənilir. Bu, həqiqətən uşağın marağının üstün tutulduğunu göstərir. Tamamilə razıyam. Uşağın rəyi çox önəmlidir. Hətta prosesin gizliliyini təmin etmək üçün bəzi hallarda uşağın adı, soyadı, hətta doğum tarixi və yeri dəyişdirilə bilər. Bu da maddə 125-126-da var. Bəs proses necə idarə olunur? Şəffaflıq təmin edilirmi? Bunun üçün vahid elektron məlumat bazası yaradılıb. Övladlığa götürülməyə ehtiyacı olan uşaqlar və övladlığa götürmək istəyən şəxslər haqqında məlumatlar oradadır. Və iş övladlığa verməklə bitmir. Necə yəni?
övladlığa verildikdən sonra da uşaq 18 yaşına çatana qədər müvafiq dövlət orqanı onun yaşayış şəraitini, tərbiyəsini izləyir. Yəni monitorinq aparılır. Uşağın vəziyyətinin yaxşı olduğundan əmin olmaq üçün. Bu da yaxşı mexanizmdir. Bəs əcnəbilər, onlar Azərbaycanlı uşağı övladlığa götürə bilir? Bilirlər. Amma müəyyən şərtlərlə. Yalnız o halda ki, həmin uşağı Azərbaycan vətəndaşları və ya Azərbaycanda yaşayan qohumları tərəfindən övladlığa götürmək mümkün olmur. Və müəyyən gözləmə müddəti də var. Yəni, prioritet yerli vətəndaşlar və qohumlardır. Deməli, bugün Ailə Məcəlləsinin 2 vacib sahəsinə, aliment öhdəliklərinə və valideyn himayəsindən məhrum olmuş uşaqların, xüsusən də övladlığa götürmə prosesinə toxunduq. Görünən odur ki, qanunvericilik çox şeyi əhatə etməyə çalışıb. Bəli, detallı hüquqi çərçivə mövcuddur və bu vacibdir. Amma bilirsiniz, bütün bu qaydaları, prosedurları, monitorinqləri düşünəndə İstər-istəməz adamın ağlına bir sual gəlir. Nə sualı? Görəsən, bu qədər dəqiq yazılmış, çox addımlı hüquqi mexanizmlər, real həyatın o mürəkkəb, fərqli, bəzən çox qarışıq ailə vəziyyətləri ilə nə dərəcədə ayaqlaşa bilir? Yəni, kağız üzərindəki qaydaların praktikada effektiv işləməsi, hansı çətinliklərlə üzləşir? Bəlkə də elə bunun üzərində düşünməyə dəyər. Və sonda dinləyicilərimiz üçün bir düşüncə sualı qoyaq ortaya. Buyurun. Bu məcburi tibbi müayinə tələbi, sizcə bu fərdin şəxsi həyatına biraz artıq müdaxilə deyilmi? Yoxsa sağlam bir cəmiyyət qurmaq üçün atılan zəruri bir addımdır? Həqiqətən də düşündürücü sualdır. Şəxsi azadlıqlar və cəmiyyətin ümumi maraqları. Bu balans həmişə müzakirə mövzusu olub. Maraqlı olardı, görəsən dinləyicilərimiz nə düşünür bu barədə?